Siz onun himayəndəsini xatirinə gəlmişsiniz. Buradakı İmam-ı Zamanı Əzəliyəsiz, Allah sən dəyişən, ha? Hər yerdə varsan, biz sənin ardında dayanmış ol. Heç vaxt səni tək qoymarıq, heç vaxt səni yaddan çıxartmarıq. Mən hamıza minnətdaram. Kibabı buyurun, minnət qoyunuz, böyük himmət elədiniz. Hətta hanımlardan, mühtərəm bacılarımdan da təşəkkür edirəm. Və ondan sonra mülahizə buyursunuz, İran İslamının mühtərəm səfiri Cənab Ağay Dr. Ənsari zəhmət çəkiblər, lütf ediblər, gəliblər burada mərcəy təqlidizin veqlətin və Həzrət-i Zəhranın şəhadətində şirkət eləsinlər və sizə təsliyyət eləsinlər. Və Cənab-ı Hüccətül İslam və Müslümin Cənab-ı İman-ı Pur İranın mədəniyyət mərkəzinin sədri və zahirən məqam-ı müəzzəm rəhbərinin nümayəndəsi Moskvada ki, bu məclisdə iştirak buyururlar, onlardan da mən təşəkkür edirəm. Və xətib əzimüşşən Hüccətül İslam və Müslümin Hacı Əhmədi damat bərəkatı ki, vəl o az oldu. Bəli, burada əlhəmdülillah bizim hamımızı feyzə yetirdi. Mən siz möminlərin tərəfindən bu ağaların hamısından təşəkkür edirəm. Və şayət azərliyimiz çox olmuyor. Mən neçə cümlə parçası deyərəm, mən əvvəl Azərsin sınıfına cərz edirəm. Cənab Ağay Əhmədi, bura Moskvadır, bura Tehrandədir, bura Qumdədir, bura Məşhəddədir, bura Təbrizdədir, bura Moskva şəhəridir. Və bu möminləri ki görürsünüz, buyurun da, bu böyük şəhərdə hər zəhmətlə özlərin yetiriblər bura ki, mərcəy təqlidlərinin rehlətində iştirak eləsinlər və öz imanların, öz əqidələrin, öz vəfadarlıqların dinlərinə və mərcəy təqlidlərinə sübuta yetirsinlər. Mən məclisə varid olmamışdım, ayətləri nizamı buyururdular, mən elə müfəssir eşitmədim. Bu məcalisin möminlərin tərəfindən zahirən neçə gün davamı var. Bunların ərzişi var, bunların xidməti var. Moskva şəhərində bu möminlər, bu küfrün içində bu cür imanla əmələ gəlirlər. Bu cür imanı saxlayıblar burada. Ki, mən bilirəm, imanı burada otun içində saxlamaqdan çətindir. Bəli, əlhamdülillah, bunlar zəhmət çəkiblər və vəfadarlıqların dinə sübuta yetiriblər. Bunu hiç gedirsiniz Tehrana, gedirsiniz Quma, mümkün məsullarla siz mülaqat ediyəsiniz, iflaq ediyin. İran İslamı gərək bu möminlərə sərmayə quzarlıq ediyərlər. Bunların təsirini bilərlər. Bunların hər birbirinin ərzişi var. Cənab Ağay Əhmədi, şayet mütəvəkkil şudur ki, ərz kردم. اینجا گفتن به آیون، اینجا مسکو هست. اینجا تهران نیست، اینجا قم نیست. اینجا مشهد و تبریز و شهرهای اسلامی نیست. اینها هم ایمان را از آذربایجان نیاوردن، همینجا نمازخوان شدن، همینجا ایمان پیدا کردن. این یک قسمت از نمازخوانها و از مؤمنین مسکو هست که امروز با شرایط سخت بعض از اینا شاید 30 کیلومتر در این ترافیک راه آمدن. اینها ارزش داره، خیلی ارزش داره. من فکر میکنم
ارزش این اجتماع به اندازه اون تشییع جنازه عظیم قم ارزش داشته باشه و بالاتر باشه. به هر کجاشون دنیا دستون میرسه این جریان منعکس بفرمایید. مقام معظم رهبر اینجا سرمایه گذاری بکنه، مراجع تحقیق سرمایه گذاری بکنن، ایران اسلامی سرمایه گذاری بکنه و البته این هم رایگان به دست نیامده. این آیان طلاب ما اینجا زحمت کشیدن. دفتر آیت الله العظمی فاضل لنکرانی چه قبل از بنده چه در زمان بنده اینجا سرمایه گذاری کردن. دفتر آیت الله العظمی سیستانی دامت برکاتو اینجا زحمت کشیدن، باید اینجا سرمایه گذاری کرد. و من فکر میکنم که یکی از وظایف دینی شماست که این پیام را به هر کجا که میتونید برسانید. من داخلان آخوندزاهمون را و من از جناب آقای انصاری، جناب آقای ایمان پور، از جناب آقای از همتون تشکر میکنم و از اعضای سفارت که عزیزان اسمشون نمیدونم لطف فرمودن و در این مجلس شرکت کردن، از همه‌شون سپاسگزارم و متشکر. و السلام علیکم و رحمت الله و برکاته. Thank you.